Bəli, studiyamızda qonağımız var. VUF 13 çərçivəsində keçirilən panel müzakirələrdən danışacağıq. Eyni zamanda şəhərsalma sahəsində görülən işləri müzakirə edəcəyik. Beləliklə qonağımız millət vəkili Bəhruz Məhərrəmovdur. Salam Bəhruz müəllim, xoş görmüşük. Vaxtınız xeyir. Bəhruz müəllim, deməli ötən gün panel müzakirələri oldu orada, ümumiyyətlə belə deyək ki, parlamentin. İstəyirdim öncə bu panel müzakirələrinə diqqət çəkək. Orada ümumiyyətlə bütün sahələrdə, bütün qurumların müzakirələri oldu. Bu müzakirələr şəhərsalma forumuna nə verir ümumiyyətlə? Bilirsiniz ki, şəhərsalma özlüyündə bütöv kompleks tədbirlər toplusu və bütövlükdə vizyonlar toplusudur və öz növbəsində xüsusən hazırki forma biz diqqət etsək, qlobal şəhərsalma forumuna bu gələcəyin şəhərlərinin vizyonunu müəyyən edir. Bəli. Hansısa şəhərin vizyonunun müəyyən edilməsi yalnız tikinti quraşdırmadan ibarət deyil, bərpadan ibarət deyil, yaxud tarixi abidələrə münasibətdən ibarət deyil, yaxud modern sənət nümunələri yaratmaqdan, memarlıq nümunələri yaratmaqdan ibarət deyil. Bu, eyni zamanda qanunvericilik bazasının modernləşməsində özünə ehtiva eləyir. Bu, eyni zamanda inklüzivliyi özlüyündə ehtiva eləyir. İnklüzivlik, bilirsiniz, əhalinin bütün təbəqələrinin, əlillərin, uşaqların, hamilə qadınların, qocaların hamının istifadə edə biləcəyi ümumi, rahat, rifahın əhatə olunduğu şəhərdir. Amma bilirsiniz, zaman dəyişdikcə, texnologiyalar dəyişdikcə, hərəkət trayektoriyaları inkişafa nəzərən dəyişdikcə ehtiyac trayektoriyaları və təbii ki, şəhərlərə baxış da dəyişir. Əvvəlki qanunvericilik aktları, əvvəlki normalar sonraki mərhələdə yeni dəyişiklikləri tənzimləməyə bilir. O cümlədən də Azərbaycan qanunvericiliyində də bilirsiniz, istər mənzil məcəlləsi, istər şəhərsalma tikinti məcəlləsi özlüyündə daimi yenilənir. Yəni, qanunvericiliyin müddialarının, tənzimlənən hüquq münasibətlərinin, xüsusən şəhərsalma memarlıq sahəsində hüquq münasibətlərinin tənzimlənməsi daim canlı orqanizm kimi inkişafa məhkumdur. Əks halda tənzimləmə effektsiz olacaq. Bu mənada parlamentarilərin müzakirəsi, həmçinin cəmiyyətin müxtəlif təbəqələrinin, iqtisadiyyatın, siyasətin müxtəlif istiqamətində hökm süran mövcud vəziyyətin uzlaşdırılması, müzakirələrin aparılması çox vacibdir. O cümlədən də Azərbaycan təcrübəsində Azərbaycanın özünün yaşıl dünyaya baxışı və qlobal bütövlükdə qlobal yaşıl gündəliyə töhfəsi bilirsiniz ki, məhz Azərbaycana diqqətləri cəlb edib, Azərbaycanın ev sahibliyinin çox uğurla həyata keçirilməsi daha öncəki tədbirlərə, Azərbaycanı məhz bu tədbirə ev sahibliyi etmək haqqı qazandırıb. O cümlədən də təbii ki, Azərbaycanda təhlükəsiz mühit və cənab İlham Əliyevin vizyonu sayəsində qlobal bizim nüfuzumuz. Bütün bunların fonunda əlbəttə ki, bizim də eyni zamanda ixrac edəcəyimiz xeyli sayda nümunələr var. Məsələn, postmünaqişə dövründə Azərbaycanın quruculuq bərpa prosesi çoxları üçün nümunə ola bilər və bu mənada cəmiyyətin bütün təbəqələrinin, o cümlədən parlamentlər səviyyəsində müzakirə panellərin həyata keçirilməsi əlbəttə ki, bütövlükdə qlobal şəhərsalma vizyonuna baxışın vacib və zəruri elementidir. Bəhruz müəllim, ümumiyyətlə Qarabağ və Şərqi Zəngəzurda salınan yeni şəhərlər, kəndlər, konkret olaraq ağıllı şəhər, ağıllı kənd layihəsi dünya üçün hansı nümunəni ortaya qoyur? Çox maraqlı və çox perspektivli bir istiqamət barədə biz danışırıq. Əvvəlcə ondan başlayaq ki, bütövlükdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində quruculuq bərpa və insanların ora qayıdışı bu özlüyündə BMT-nin dayanıqlı inkişaf məqsədlərinin bir neçəsinin əhatələndiyi çox mürəkkəb və ümumbəşəri prosesdir. Yəni, Azərbaycan öz vətəndaşlarını işğaldan azad olunmuş ərazilərə qaytardı, təhlükəsiz şəkildə qaytardı. Bu qədər sadə məsələlərlə əhatələnmir. Əlbəttə ki, bu özlüyündə deyildiyi qədər sadə məsələ deyil. Bunun arxasında böyük hərbi siyasi zəfər dayandı. Bunun arxasında çox ciddi iradə dayandı. 5 il ərzində biz minalarla çirklənmiş əraziləri sıfırdan yenidən quruduq. Cənab İlham Əliyevin dəfələrlə ifadə etdiyi kimi, məsələn, Füzulidə biz bayraq asmağa yer tapmırdıq. Amma bugün Füzuli bütövlükdə Avropanın, dünyanın ən müasir şəhərlərindən birinə çevrilməkdədir. Yəni, bax, bütün bunlara baxış əslində çox vacibdir və qeyd etdiyimiz kimi, təbii ki, Qarabağ və Şərqi Zəngəzura qayıdışa biz çox dar prizmadan baxsaq, əslində bütövlükdə bu işlərin əhəmiyyətini kiçiltmiş olarıq. Bilirsiniz, dayanıqlı inkişaf məqsədlərindən biz danışırıq. Dayanıqlı inkişaf məqsədlərindən biri də təbii ki, məskunlaşma ilə bağlıdır. Yəni, insanların rahat mənzil təminatına çatması, ən azından yaşayış yerinə malik olmaları bu ləyaqətli həyat tərzinin vacib bir elementidir. Amma görün Azərbaycan nə etdi? Azərbaycan birincisi
işğaldan azad olunmuş ərazilərin biz ölçüsünə baxsaq, miqyasa baxsaq, BMT-yə üzv olan dövlətlərin 40-dan daha böyük bir ərazini əhatə eləyir. Yəni BMT-nin 40-a yaxın dövləti ərazicə Qarabağ və Şərqi Zəngəzurdan kiçikdir. Cənab İlham Əliyev elə bir iradə qoyub ki, biz 40 ölkə ölçüsündə 40 ölkə ilə ölçüsünə görə rəqabətə girə biləcək bir zonanı sıfırdan yenidən qururuq. İkincisi, orada qurulma, orada bərpa, quruculuq prosesi qlobal yaşıl gündəliklə tam üst-üstə düşür. Yəni biz nəinki ekologiya hansısa formada zərər vurmuruq, üstəlik əksinə biz burada yaşıl gündəliyə daha çox diqqət edirik. Cənab Prezidentin də ifadə etdiyi kimi Qarabağda 307 meqavatlıq hidrotexniki artıq biz qurğular vasitəsilə enerji alırıq. Eyni zamanda daha bir bərpa olunan və yaşıl enerji sayılan günəş enerjisinin 340 meqavatlıq daha bir perspektivi var. Bunda bir həmin verdiyiniz suala cavab olaraq qeyd edim ki, bu da həmin o istiqamətin vacib elementidir. Yəni və ən vacibi biz bir daha deyirəm, dayanıqlı məskunlaşmadan danışırıqsa, BMT-nin dayanıqlı inkişaf məqsədlərindən danışırıqsa, biz burada daha çox dünya nümunəsində yoxsulluq içində yaşayan insanların məskunlaşmasının həlli istiqamətinə daha çox köklənirik. Amma Azərbaycan isə həm bizdə də statistikada müəyyən rəqəmlərdə yoxsulluq həddi var, həm o insanların üstəgəl Azərbaycan evindən, eşiyindən zorla didərgin salınmış insanların postmünaqişə dövründə repatriasiyasını həyata keçirilməsini və ləyaqətli şəkildə həyata keçirilməsini reallaşdırmaqla əslində bir dünya nümunəsi yaradıb. Aydındır. Bəhruz müəllim, bir canlı bağlantımız var. Onu qəbul edək. Daha sonra davam edəcəyik sizinlə. Deməli, Kamerunda sürətli urbanizasiya, mənzil çatışmazlığı artır. Bu barədə ümumiyyətlə xəbərimiz olacaq. Bu xəbəri isə əməkdaşımız Sabir Səfərov çatdıracaq və indi bağlanırıq Bakı Olimpiya Stadionuna. Sabir, bir daha salam. Buyurun, söz sizdədir. Bakı Olimpiya Stadionundan xəbərləri çatdırmağa davam edirik və elə müsahiblərim də yanımdadır və mən istərdim ki, onları vaxt itirmədən sizin diqqətinizə çatdırım. Belə ki, Bamenda şəhərinin konsulu, yəni Kamerundan söhbət gedir. Kamerunun Bamenda şəhərinin konsulu, demək xanım Janette Ngwenwik və eyni zamanda Kamerun şəhərsalma üzrə məsləhətçisi Jacob Nwachandır mənim müsahiblərim və biz onlarla Kamerunda mövcud olan problemlər barədə məlumat verəcəyik. Düz əvvəlki ayımda biz bir xanımı qeyri-hökumət təşkilatları üzrə vitse-prezidenti danışdırmışdıq, lakin mən istərdim ki, elə rəsmilərdən də onların fikirlərini və mövqelərini alaq və müsahiblərim ingilis dili olduqları üçün onların danışıqlarını sizə İngilizcə tərcümə edəcəm. Thank you so much for sharing your time. First, I would like to start with you, ma'am. As we know, the Cameroon is facing with a climate crisis like floods. The people are building their houses with the cheap materials because of some financial problems. I mean, how to fix these problems and how to make more sustainable houses in your region? Oh, thank you. Təşəkkür edirəm. Thank you very much. Təşəkkür edirəm. That is a very important question. Bu çox vacib bir sualdır, çünki biz Bamenda şəhərindən gəlirəm və bizim şəhərimiz çox pis və böhran içərisindədir. Və dövlət sözsüz ki, bu məsələləri iqlim dəyişikliyi mövzuları ilə və iqlim dəyişikliyi nəticəsində zərər görmüş evlərin bərpası üçün çoxlu işlər görür. So what kind of practices do you do actually? As far as housing? Yes, please. Yes, please. We do. Hansı işlər görürsünüz tam olaraq? Local material. Yeah. Biz özümüz əslində yerli tikinti materialları istehsalı etmək fikrindəyik və edirik. Çünki biz nəzərə alaraq ki, bizim sakinlər və bizim əhalinin imkanı çox aşağıdır və az gəlirlə daha dayanıqlı və davamlı evlər tikmək planlarımız var. So, sir, as a urban planner, what kind of constructions and what kind of houses is really good for your region and for your geography? Because most of the houses are in the hills, and when the rains are coming like so strongly, so the floods are
becoming really making a huge risk for those houses? Yeah, thank you very much for that question. Minnətdaram sual indeed, verdiyiniz üçün. when you Sualım look at, dağ ətəyində yerləşən evlərlə bağlı idi ki, güclü yağışlar zamanı onlara sel basır. And there are areas which are non-constructible. Bəli, təbii sözsüz ki, elə bir ərazilər var ki, orada evləri inşa etmək olar, elə yerlər də var ki, orada etmək olmur. Lakin sakinlərin Whereby we need to imkanına resettle görə biz onlara hər hansısa bir məhdudiyyətlər qoya bilmirik və onlar həmin o uyğun olmayan ərazilərdə evləri tikdikləri üçün, inşa etdikləri üçün build there and access. evləri hər dəfə And, dağılır. it is not only being safe because normally there's always this policy of leaving no one. Sözsüz ki, yaşamaq üçün xüsusi bir siyasət mövcuddur və bunun da başında yenə maliyyə dayanır. Və müxtəlif qruplar var və biz həmin o qrupların rifahını yaxşılaşdırmaq üçün daha uyğun və əlverişli evlərin tikilməsi üçün biz onlara məsləhətlər veririk və bunun üçün sistemlər yaradırıq və onları daha doğru ərazilərə yönləndiririk. Çünki həmin o ərazilər risk altında olan ərazilərdə orada sürüşmələr olur, orada sel keçir və biz əvvəlcə monitorinq edirik və həmin o yerləri biz əvvəlcə kəşf edirik. Həmin ərazilərdə infrastrukturun yaradılması baxımından hansı əlçatanlıq varsa biz onları əvvəlcə planlaşdırırıq və daha sonra ev tikmək istəyən insanlar üçün həmin əraziləri onlara məsləhət görürük. Və bu ötən 10 və gələcək 10 illiklər üçün də keçərlidir və biz hər ay bu işləri görürük ki, və ödəmənin 10%-nə qədər bunu çatdırmaq istəyirik ki, onlar öz evlərini və yeni şəhərlərin salınmasında da bu siyasətimiz gedir və biz tam olaraq bu işlə məşğuluq. Və sözsüz ki, daşqınlar ərazisində yaşayan insanlar da var. Biz o insanlar üçün də xüsusi şəraitin yaradılması üzərində hazırda işləyirik. Düzdür, daha çox evlərimiz dağ ətəyindədir, lakin sel basan və daşqınların müşahidə olunduğu ərazilərdə işləri daha planlı şəkildə etməyə çalışırıq. And my last question is about the WOOF 13. I guess you are participating in the sessions, in the panels, and finally the WOOF 13 is planning to achieve its goal for the housing problem, and they are generating a new urban agenda. So shortly about this, so which amendments you would like to add to this document? Indeed, what Hansı əlavələr etmək istəyirdiniz şəhər salma planına? Bu fond zamanı müzakirə olunan yekun sənəd üçün. Torpaqlar və şəhər salma standartlarını mövzusunu biz bura əlavə etmək istərdik. İnkişaf etmiş və inkişafda olan və az inkişaf etmiş ölkələri üçün köməkliyin göstərilməsi və onların əl çatanlığı bütün gəlir sahəsi olan insanlar üçün maddiyyatından fərqli olmayaraq hər kəs üçün bərabər və eyni səviyyədəki hüquqlarının qorunması istiqamətində hüquq bərabərliyini biz gətirmək istərdik və şəhər salma əraziləri xüsusilə bəzi hissələr var ki, onlar tikintilər zamanı daha çox özəl sektor tərəfindən təşkil olunur və bu ərazilərin biz gələcəkdə dövlət balansında və dövlət səviyyəsində ödülməsini istəyirik. Yerli və hökumət qurumları bir araya toplanmalıdır və mən düşünürəm ki, bu əməkdaşlığı və bu koordinasiyanı biz daha çox inkişaf etdirməliyik ki, hər kəs üçün sağlıqlı və dayanıqlı mənzillər tikilə bilsin. Would you like to add something at least? Okay. Xanımın isə əlavə edəcəyi əlavə məlumatlar yoxdur və bir daha xatırladıram ki, həqiqətən də elə coğrafiyalar var ki, düzdür bizim üçün bəlkə də qəribə səslənə bilən hər hansısa bir nüanslar ola bilər, amma orada milyonlarla, hətta milyardlarla insan bu
fəlakətlərdən əziyyət çəkir və dünyada BMT-nin məskunlaşma proqramının hesabatlarına görə 3 milyard insanın evi yoxdur və 1,1 milyard insan isə gecə qondularda qalır və bu ölkələrdən biri də elə Kamerundur ki, orada bu cür problemlər yaşanır və mənim müsahiblərim də az əvvəl bu problemləri dilə gətirdilər və bu problemlərin həlli istiqamətində isə dövlətlərin və hökumətlərin bir araya gələrək bu problemləri həll etməyi və bu fonun də gözləntiləri olduqca böyükdür. Belə hələlik çatdıracaqlarım məlumatlar bunlardan ibarətdir. Sözü isə yenidən studiyaya ötürürəm. Təşəkkür edirik Sabir. Minnətdarıq ətraflı məlumat üçün. Bir daha xatırladaq ki, əməkdaşımız Sabir Səfərov mənzil problemindən danışdı. Bəli, Bəhruz müəllim, elə biz də yeri gəlmişkən istəyərdim bu məsələyə toxunaq. Gördüyünüz kimi müsahiblər, gələn xarici qonaqlar ölkələrinin mənzil problemlərindən, daşqınlardan, fəlakətlərdən dolayı yaranan bu mənzil problemlərindən danışırlar. Amma bir qonağın, gələn bir nümayəndənin fikirləri diqqət çəkdi. Bildirdi ki, ümumiyyətlə Bakıya nəzər salanda küçələrdə evsiz insanları görmək mümkün deyil. Amma Avropa ölkələrinin bir çoxunda küçələrdə hər addımbaşı evsiz insanlara rast gəlmək mümkündür. Bununla bağlı fikirlərinizi də eşitmək istəyərdik. Əslində xatırlayırıq ki, COP29 ərəfəsində Azərbaycana köklü hücumlar olurdu. Daha öncəki dövrdə Azərbaycanın qoşulma hərəkatına rəhbərliyi dönəmində buradakı tədbirlər öncəsi çoxsaylı hücumlarla qarşılaşırdıq və bu hücumları yalnız xaricdən ayrı-ayrı dövlətlər, ayrı-ayrı qruplaşmalar, o cümlədən erməni lobbisi yox, həm də onların buradakı 5-ci kolonu uzantıları edirdilər. Və təbii ki, biz hazır idik ki, Azərbaycan bu tədbirə də ev sahibliyi edərkən həmin hücumlarla üzləşsin. Və həmin hücumlarla da qarşılaşdıq, amma Azərbaycanın bu kimi hücumlara sözün əsl mənasında immuniteti, sözün əsl mənasında bu hücumların qarşısını almaq və neytrallaşdırmaq güc və imkanları var. Xatırlayırıq ki, elə tədbir başlayan gün yağış yağdı və bunu hətta Azərbaycanın əleyhinə çevirmək istədilər. Müxtəlif şəkillərlə, fake informasiyalarla. Bütün bunlar nəyi göstərir? Bütün bunlar onu göstərir ki, Azərbaycan nə zaman ki dünyada sözün əsl mənasında beyin mərkəzinə, güc mərkəzi kimi çıxış etməyə başlayır, dünyanın nəbzi burada vurmağa başlayır, anti-Azərbaycan dairələri, bunların yerli ünsürləri dərhal hücuma keçirlər. Amma nəticə nə oldu? Bizim üçün vacib olan, bax, bu turistlərin və eyni zamanda bu tədbirdə iştirak edən insanların dedikləridir. Azərbaycana bir də kənardan baxmaq lazımdır, kənar gözlə. Qısa müddət ərzində, çox qısa bir dövr ərzində Azərbaycan, Qarabağ və Şərqi Zəngəzur kimi minalarla çirklənmiş, xarabazara dönmüş ərazidən cənnət yaradıb. Azərbaycanın paytaxtı bugün Bakının, Bakı olaraq yalnız Azərbaycanda, Cənubi Qafqazda yox, bütövlükdə dünyanın ən ümdə, ən sözün əsl mənasında dayanıqlı inkişaf məqsədlərinə xidmət edən şəhərlərindən birinə çevrilib. Yəni, bu çox sevindirici haldır ki, bax, bu kimi xüsusi o hazırlanmış, ayrı-ayrı niyyətlərə xidmət edən ünsürlərdən fərqli olaraq biz bu tədbirdə daha çox Azərbaycana kənardan real baxışın dilə gətirildiyinə şahidlik etdik və istər sıravi iştirakçı səviyyəsində, istər tədbirin təşkilatçıları səviyyəsində biz Bakıya, Azərbaycana, o cümlədən Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın şəhərsalma vizyonuna, əldə olunan nəticələrə, qlobal miqyasda bizim müraciət olunacaq təcrübəmizə heyranlıqlarına şahidlik etdik və təbii ki, bu qürur vericidir.